Shihanmato hekayəsi. Shimazu ordusu ilə Ito ordusunun qarşı durması. Kəndlilərin cəsarəti. Bu hadisə bundan təxminən 400 il əvvəl baş vermişdi. Obi qalası Ito ordusunun böyük qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Lakin adı sanlı bir qala olduğuna yaraşar şəkildə zərrə qədər də sarsılmadı. Ancaq qala içindəki Shimazu qüvvələrinin ərzağı artıq çoxdan tükənmişdi. 10 günə belə qalmayıb. Yeməksiz döyüşmək olmaz. Buna görə ən yaxın müttəfiqləri olan Miyakonojodakı Hongo Tokihisa kömək istəməkdən başqa çarə yox idi. Ito ordusu bunu öyrənən kimi Kogoya doğru yola çıxdı. Eiroku dövrünün 11-ci ilinin 2-ci ayının 21-i səhəri Kogoya döyüşü başladı. Hər iki ordu bu tək döyüşə hər şeyini qoymuşdu. Qan sıçrayan, dəhşətli bir ölüm-dirim savaşı idi. Elə həmin anda hardansa peyda olan ətraf kəndlilərdən ibarət bir dəstə göründü. 4-5 nəfərlik qruplar halında ağac kölgələrindən və dərədəki qayaların arxasından Shimazu ordusuna doğru piyodeyə oxlar yağdırdılar. Bunun qarşısında Shimazu qüvvələri belə ürküb geri çəkilməyə başladı. Pərən-pərən düşmüş Shimazu ordusunda 800-dən artıq əskər öldürüldü. Nəticədə Ito ordusu böyük qələbə qazandı. Kəndlilər də ustalıqla ortaya çıxıb çəkilərək nə vaxt olduğu bilinmədən gözdən itmişdilər. Bəs yerli kəndlilər niyə Ito ordusunun tərəfini tutmuşdu? Ito'nun başçısı fitrətən mərhəmətli, vicdanlı və yumşaq ürəkli bir sərkərdə idi. Ardı arası kəsilməyən savaşlar üzündən evləri yandırılmış, yeməksiz qalıb səhər axşam qorxu içində taqətdən düşmüş kəndlilərə kifayət qədər yemək verib onları təsəlli edirdi. Doğrudan da yazıqdı. Amma ordumuz Obi qalasını nə bahasına olursa olsun almalıdır. Xahiş edirəm, bir müddət yurdunuzu tərk edib zərər görməyəcəyiniz bir yerdə qalın. Hamınızın mal-mülkünü mütləq biz qoruyacağıq. Bu vəziyyət uzun çəkməyəcək. Zəif vəziyyətdə olan kəndlilərin daim yanında duran və onlara həmişə belə deyib danışan bu komandanın sözləri sayəsində kəndlilər çox təsirlənmiş və zamanla Ito ordusuna etibar etməyə başlamışdılar. Döyüşün yaxınlaşdığını anlayanda heç kimin çağırmasına ehtiyac olmadan yığışdılar. Bambudan yay və oxlar düzəldib hər kəs öz mövqeyini müəyyənləşdirərək gizləndi deyirlər. Bununla Ito ordusundan gündəlik gördüyümüz yaxşılığın əvəzini qaytaraq.